Hər vaxtınız xeyir. Bu videoda şəxsi ilimizin hesablanmasını öyrənəcəyik. Şəxsi ilin hesablanması numerologiyada təqvim ili ilə deyil, insanın doğum günündən növbəti doğum gününə qədər götürülür. Yəni şəxsi il heç vaxt 1 yanvardan başlamır. Məsələn, doğum tarixi 17.07.1983-cü il olan bir insan üçün şəxsi 2026 ili onun doğum tarixinin 2026-cı ilindən başlayır və 17.07.2027-ci il tarixə qədər davam edir. Bu səbəbdən 1 yanvar şəxsi il hesablamasında əsas götürülmür. Şəxsi ili hesablamaq üçün doğum gününün rəqəmləri, doğum ayı və cari ilin rəqəmləri toplanır. Alınan nəticə şəxsi ilin enerjisini göstərir. Burada çox vacib bir qayda var. Əgər hesablamanın nəticəsi 22 daxil olmaqla 2 rəqəmli alınırsa, bu rəqəmlər bir rəqəmliyə endirilmir. Amma 22-dən sonra alınan bütün rəqəmlər bir rəqəmliyə endirilir. Bu hesablamanı təkcə cari il üçün yox, istənilən il üçün edə bilərsiniz. Hər bir ili ayrıca hesablayaraq, həmin ilin həyatınızda necə keçdiyini analiz edə, hansı mövzuların ön plana çıxdığını daha aydın görə bilərsiniz. Hətta keçmiş illəri də hesablayaraq, o dövrlərdə yaşadığınız hadisələri, dərsləri və təcrübələri şəxsi ilin enerjisi ilə müqayisə edib, daha dərin anlayış əldə etmək mümkündür. Əgər hesablamadan sonra 19 rəqəmi alındısa, bu il sizin üçün işıqlı, parlaq və harmonik bir dövr olacaq. Keçmişdə sizi narahat edən şübhələr və qorxular artıq arxada qalacaq. Onların yerini həyata sevgi, özünə inam və gələcəyə ümid alacaq. Bu dövrdə özünüzü hadisələrin mərkəzində hiss edəcək və həyatın sizə verdiyi nemətləri başqaları ilə də paylaşacaqsınız. Bu il münasibətləri düzəltmək, sülh və anlayış yaratmaq üçün əlverişlidir. Açıq və səmimi davranmaq insanları yanınıza cəlb edəcək. Həm iş, həm də şəxsi həyatda sizə kömək edəcək. Hədiyyələri və fürsətləri təşəkkür və təvazökarlıqla qəbul etməlisiniz ki, qürurunuz sizi ətrafdakılardan ayırmasın. Emosional yüksəliş yaşayacaqsınız. Sadə sevinç və rahatlıqdan zövq alacaqsınız. Daxili uşağınızı sevindirəcəksiniz və uşaqlarla həm şəxsi, həm də iş mühitində əlaqələriniz yaxşılaşacaq. Qardaş və bacılarla münasibətləri yaxşılaşdırmaq üçün əlverişli vaxtdır. Həyatın axışına qoşulmaq, hər şeyi məcbur etmədən təbii şəkildə yaşamaq tövsiyə olunur. Ən vacib işlərdən biri özünüzü bağışlamaq və günahkarlıq hissini aradan qaldırmaqdır. Əks halda bu enerji içdən sizi yandıracaq və həyatınızda təkrar-təkrar eyni çətinliklər yaranacaq. Bu rəqəmin müsbət tərəflərində bilik və təcrübələrin paylaşılması, neqativ düşüncələrdən və özünü günahlandırmaqdan uzaq durmaq, keçmişdən qurtulmaq, lazımsız əşyaları, layihələri buraxmaq, qorxu və yoxsulluq komplekslərini işləmək, xeyriyyəçilik və səmimi kömək kimi tərəflər ola bilər. Mənfi halda isə özünüzü başqalarının qəbul etməyəcəyini düşünmək, özünüzü və ətrafdakılara zərər verəcək neqativ enerjini içəridə saxlamaq olacaq. Sağlamlıq baxımından çox əla bir dövrdür. Yüksək həyat enerjisi, aktivlik və canlılıq. Amma yorğunluq, peşəkar yanma, istilik zədəsi, günəş yanıqları kimi mənfi hallar yaşana bilər. İş və maliyyə baxımından İşlədiyiniz yerdən zövq almaq, kollektivdə səmimi və dostcasına mühit, əməkdaşlıq və tərəfdaşlıqda uğurlu münasibətlər gözlənilir. Şəxsi münasibətlərinizdə isə dərin sevgi, anlayış, qayğı ilə zəngin, xoşbəxt və harmonik əlaqələr mümkündür. Pərəstiş, səmimiyyət və altruizm ön plandadır. Tərəfdaşlar bir-birinə dəstək ola bilər. Əgər hesablamadan sonra 20 rəqəmi alındısa, bu il sizin üçün xəzinə tapmaq dövrü olacaq. Nəyi nəzərdə tutduğunuzdan asılı olmayaraq. Bu, itirdiyinizi düşündüyünüz və ya yox olmuş hesab etdiyiniz dəyərli bir şeyi yenidən qazanmaq ya da indiyədək xəyal edə bilmədiyiniz qədər böyük və önəmli bir şeyi əldə etmək ola bilər. Əgər əvvəllər çətinliklər və ya qara dövrlər yaşamısınızsa, bu il onlardan uzun müddətlik azad olmağa şansınız var. Bu dövr ailə və qohumlarla, xüsusilə də valideynlərlə əlaqələri möhkəmləndirmək üçün əlverişlidir.
Ən çox uşaqlıqdan qalan gizli problemlər və köhnə incikliklər üzə çıxa bilər. Bunları özünüzdə tanıyın, qəbul edin və gizlətməyin. İnciklikləri işləyib buraxın. Valideynlərinizi səhvləri ilə birlikdə olduğu kimi qəbul edin. Ailə əlaqələrini möhkəmlətmək üçün yaşlı qohumlarla ünsiyyət, ailə tarixini öyrənmək və soy ağacı tərtib etmək faydalı ola bilər. Qlobal və ictimai səviyyədə yeni inkişaf mərhələsinə keçmək, böyük layihələrdə iştirak etmək, sahənizdə tanınmış peşəkar olmaq mümkündür. Amma bu, yalnız özünüzü tam qəbul etdiyiniz, həyatınızdan, işinizdən və vəziyyətinizdən məmnun olduğunuz halda baş verə bilər. Əks halda tənqidçi olmaq, ətrafı sevməmək və yaxınlarla münasibətləri düzəltməmək bütün imkanları bağlayacaq. Müsbət tərəflərdə ruhani inkişaf, Tanrı ilə əlaqə, ailə ilə əlaqələrin bərpası, möhkəmlətmək, yaxınlarla barışmaq, gələcəkdə taleyinizdən və karmadan bonuslar almaq, qohumlarla işləmək nəticəsində maliyyə və yeni imkanlar əldə edə bilərsiniz. Ancaq mənfi tərəfdə isə həyata və dünyaya qarşı etiraz, hər kəsi qəbul etməyi öyrənmək, amma təslim olmamaq, başqasının vəziyyətinə baxıb öz bağınızı və imkanlarınızı unutmaq, imkanların məhdudlaşması, məsələn, köçmək, yeni səviyyəyə çatmaq və ya özünüzü ifadə etmək istəyi, amma qarşısında maneələr olması, bəzən qohumlarla bağlı problemlər yaşana bilər. Sağlamlıq baxımından planlı həkim müayinəsi, analizlərin verilməsi tövsiyə olunur. İş və maliyyə baxımından isə böyük dəyişikliklər, işinin dəyişməsi, yeni işə keçid, həm azadlıq, həm də öz daxili çağırışınızı kəşf etmək fürsəti ola bilər. Şəxsi münasibətlər baxımından isə xəzinənin açılması gözlənilir. Ya indiki münasibətlərinizdə, ya da yaxın gələcəkdə yeni bir münasibətdə. Bu daxili dəyişikliklər nəticəsində ola bilər. Hansı ki, əvvəllər həqiqi sevginizi əldə etməyə mane olanları aydınlaşdıracaq. Əgər hesablamadan sonra 21 alındısa, bu il sizə öz həqiqi yerinizi tapmaq şansı veriləcək. Həyatda xoşbəxtliyi və sevinci kəşf edəcəksiniz. Bu, yeni ev, sevgi və dostluq ola bilər. Hansılar ki, sizə xoşbəxtlik hissi verəcək. Həmçinin yeni şüur səviyyəsi və ya ruhani sığınacaq da nəzərdə tutula bilər. Harada ki, özünüzü rahat hiss edəcəksiniz. Bütün həyat sahələriniz bu il bir bütöv, harmonik sistem təşkil edəcək. Bu bütövlük gündəlik həyatınıza da əks olunacaq. Özünüzlə və ətraf dünya ilə uyğunluq və harmoniya hiss edəcəksiniz. Səyahətlər və işlə bağlı hərəkətlilik üçün ideal dövrdür. Yeni şəhərləri və ölkələri ziyarət etmək, yeni insanlarla tanış olmaq, dillər və mədəniyyətlər öyrənmək yaxşıdır. Bu, şüurunuzun sərhədlərini genişləndirəcək. Bu dövrdə aktiv olmaqla özünüzü reallaşdıra bilərsiniz. Uzun müddət arzuladığınız şeyləri də əldə edə bilərsiniz. Yeni layihələr açmaq, yeni səviyyəyə qalxmaq, yeni əlaqələr qurmaq uğur və inkişaf gətirəcək. Xüsusilə kütləvi informasiya vasitələri və sosial şəbəkələr sahəsində. Həyatınızın bütün sahələrini harmonik vəziyyətə gətirə biləcəksiniz. Bu harmoniya daha çox nailiyyət əldə etməyə imkan verəcək. Çünki problemlərlə vaxt itirməyəcəksiniz. Siz həmçinin daxili harmoniyanızı da başqaları ilə paylaşa və sülh yaradıcısı ola bilərsiniz. Amma əgər daxili harmoniya yoxdursa və dünyaya qarşı aqressivsinizsə, həyat buna cəza verəcək. Maliyyə məsələlərində ehtiyatlı olun, borc verməyin və borc almayın, yoxsa sonra çətin olacaq. Müsbət tərəfdə şüurunuzun genişlənməsi, hər şeyin asan keçməsi, qorxu və şübhələri atmaq, hərəkətə keçmək və uğur qazanmaq kimi hallar yaşaya bilərsiniz. Əks halda özünüzlə, dünya ilə mübarizəni dayandırmaq, hər şeyi qəbul etməyi öyrənmək, danışıq və davranışa diqqət etmək, daxili harmoniya çatmamaq kimi hallar yaşaya bilərsiniz. Sağlamlıq baxımından müsbət, möhkəm sağlamlıq, yüksək enerji, mənfi tərəfdə isə hərəkətlilik problemləri, zəif immunitet ola bilər. İş və maliyyə baxımından işdən zövq almaq, işgüzar harmoniyanın qorunması, bəzən xarici əlaqələr və səyahətlər mümkündür. Şəxsi münasibətlərinizdə isə partnyorlarla əlaqə əsl ev kimi olacaq.
Əgər subay olsanız, bu il həyat yoldaşı olacaq, insanla tanış ola bilərsiniz. Bu uzun müddətli dərin bir əlaqə və ya evlilik olacaq. Əgər hesablamadan sonra 22 alındısa, bu il sizin həyatınızda başlanğıc ili rolunu oynaya bilər. Yəni, yeni bir mərhələnin başlanğıcı olacaq. Növbəti 12 ayı özünüz üçün əbədi bahar dövrü kimi qəbul edin. Ciddiliyinizi və problemləri həll etməkdə adət etdiyiniz metodları bir kənara qoyun. Onlara fasilə verin. Həyat sizə sürprizlər bəxş etsin. Təbii marağınızla hərəkət edin. İnstinktiv addımlar atın. Seçdiyiniz yolun sizi har aparacağını hesablamayın. Bu il sizə rutindən çıxıb qeyri-adi təcrübələr yaşamaq şansı açılır. İlin sonunda özünüzü daha gənc hiss edə bilərsiniz. Dövr dinamik olacaq, aktiv olmalı və hərəkət etməli olacaqsınız. Hətta adətən sakit həyat tərzi sürsəniz belə. Səyahət etmək, mühitdə dəyişiklik arzusunda olmaq və ya sizi hərəkətə məcbur edən vəziyyətlər yarana bilər. Səyahətlər və geniş ünsiyyət, yeni ideyalar, faydalı tanışlıqlar, məlumatlar və özünü reallaşdırmaq üçün imkanlar olacaq. Vacibdir ki, gündəlik detallara, maddi məsələlərə bağlanmayasınız. Anın içində yaşamağı öyrənəsiniz. Sürpriz maliyyə gəlirləri və böyük qazanc mümkündür. Lakin maddi bağlılıqlar çətinlik yarada bilər. Məsələn, ev işlərində problemlər və texniki qırılmalar kimi. Əgər həyatınızda heç nəyi dəyişdirməsəniz, pul axıb gedəcək, çətinliklər isə böyüyəcək. Belə halları hiss etdiyiniz kimi dərhal hərəkətə keçin. Hətta bir neçə saatlıq təbiət gəzintisi və ya yaxın şəhərə səfər belə faydalı olacaq. Pozitiv düşünmək, kiçik şeylərdə yaxşılıq görmək, azad olmaq və ətrafınızdakilərin də azad olmasını təmin etmək vacibdir. Heç kəsi sıxmamaq, kimsəni məcbur etməmək, fərqlilikləri qəbul etmək lazımdır. Bəzən hər şeyi sıfırdan başlamaq lazım ola bilər. Uğurlu başlanğıc üçün daxildə dayaq və möhkəm əsas olmalıdır. Xarici faktorlardan az asılı olmaq önəmlidir. Müsbət tərəflərdə səyahətlər, macəralar, yeni fəaliyyət, aktivliklə müşayiət olunan əyləncəli dövr ola bilər. Azadlıq hissi, əvvəl sizi məhdudlaşdıran bütün şeylərin aradan qalxması, hisslərinizə güvənmək və ya axına təslim olmaq, mənfi düşüncələrdən uzaq durmaq, bu dövrdə sizi fantastik imkanlar gözləyir. Mənfi tərəfdə isə istədiyiniz iş və partnyor sizinlə olmazsa, zorla bağlanmayın. Qanunu və başqalarının sərhədlərini pozmayın. İllüziyalar dünyasına düşməyin. Oyun, alkoqol və s. Bu, psixi problemlərə səbəb ola bilər. Sizi aldatsalar, vəziyyəti qızışdırmayın. Zərərli insanlardan uzaq qaçın. Çıxılmaz vəziyyət olmadığını unutmayın. Negativ emosiyalarla onları böyütməyin. Hətta azad olmadığınız vəziyyətdə də azad ola bilərsiniz. Məsələn, evlənməkdən qorxusunuzsa, bunu yalnız məhdud təəssürat kimi qəbul edin. Sağlamlıq baxımından yeni enerji və canlılıq, mənfi halda isə ruhi narahatlıqlar ola bilər. İş və maliyyə baxımından bu il azadlıq və maliyyə müstəqilliyi əldə edə bilərsiniz. Yəni, iş və vəzifə dəyişiklikləri mümkündür. Şəxsi münasibətlər baxımından isə münasibətlərdə dəyişikliklər ola bilər. Partnyorla əlaqələr yeni səviyyəyə keçə bilər. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.